Salam, mən bugün sizə radiotilin padejin həm predloqlu, həm predloqsuz tapılma qaydasını izah edəcəm. Əsasən Azərbaycan bölməsi xarici dili rus olan şagirdlər üçün faydalı olacaq. Radiotilin padej əvvəla suallarını yazaq. Sualları kavo, tivo. Bu suallarıdır. Skloneniyalar üzrə qəbul etdiyi şəkillər. Birinci skloneniyada qəbul edir I və ya I. 2-də qəbul edir A və ya ya. 3-də isə qəbul edir I sonluğunu qəbul edir. Bilməyən uşaqlar üçün 1, 2, 3 nə deməkdir? Sözlər rus dilində hallanma qaydasına görə 3 skloneniyaya bölünür. Baxın, birinci skloneniyaya aiddir. Sonu A və ya ilə bitən həm muskoy, həm də jenski rod isimlər. 2-yə aiddir ikinci skloneniya. Muskoy rod sıfır sonluq, yəni muskoy rod sonu samitlə bitən, muskoy rod sonu məhki znakla bitən və sredni rod sonu yeyo, o ilə bitən isimlər. Üçüncü skloneniya aiddir jenski rod sonu məhki znakla bitən sözlər. Bu qaydanı biz əzbər bilməliyik. Hər skloneniya nə aid olduğunu. Çünki sözü hallar üzrə dəyişdirəndə hər padejin hər bir skloneniya üzrə şəkilçisi var. Məsələn, bayaq yazdım. Radiotilin padej 1-də I, 2-də A-ya, 3-də I qəbul edir. Bu nə deməkdir? Bir nümunə çəkək. Məsələn, brat sözü. Brat sözü T ilə bitir, samitlə bitir da, yəni. Muskoy rod sonu samit. Muskoy rod sonu samit olan sözlər neçənci skloneniyaya aiddir? Bayaq dedik. İkinci skloneniyaya aiddir. İkinci skloneniyaya aiddir. İkinci skloneniya radiotilin padejinə qəbul edir. Baxın, budur. 2-də A-ya qəbul edir. Və yaxud da mama sözü. Nə ilə bitir? A ilə bitir. Birinci skloneniyaya aiddir. 1-də radiotilinə qəbul edir. I və ya I. Belə olanda sonluğu silirik. Mı qoyuruq. Deməli, saitdən qutaranda sonluğu silib qoyuruq. Şəkilçilər samitdən bitəndə sadəcə əlavə edirik. Və yaxud da not sözü. Not sözü. C məhki znakdır. Jenski roddur. 3-cü skloneniyadır. 3-cü skloneniya radiotilində nə qəbul edir? I qəbul edir. Bu gedir. Gəlir noti. Başa düşdük. Yəni skloneniyalar üzrə nədir qoyuruq. Testdə də düşür. Nöqtə-nöqtəli söz. Radiotilin padejə qoymaq lazımdır. Müəyyən edirik. Sözün başlanğıc forması əvvəlcə hansı skloneniyaya aiddir. Sonra isə padejlər üzrə şəkilçisini qoyuruq. Yəni indi predloqlarına baxaq. Predloqlar U, S, iz, do, okolo, вокруг, после, возле. Çoxdur radiotilin padejin predloqları. Ən lazımlar izahlı. Uşaqlar, deməli nə var? U dayda deməkdir. Mənsubiyyəti, yəni yərliyi bildirir. Məsələn, u mami есть kniga. Yəni anamın kitabı var deməkdir. Kimdəsə nəyinsə olduğunu bildirmək üçün, nədəsə nəyin olduğunu bildirmək üçün istifadə edirəm. Bu üçü dandən deməkdir. Üçü bu yox, bağışlayın. S, iz, bir də ot. Bax, bu üçü dandən deməkdir. Donu qaytaraq burada yazaq. Do qədər deməkdir. После sonra deməkdir. Возле yaxınlığında deməkdir. Для üçün deməkdir və s. Əgər bu predloq varsa, yəni padej sualımız predloqla qoyulursa, bizim işimiz çox asan olur. Yəni bilirik hansı padejin predloqudur, qoyuruq. Yəni rahat olur. Gəlin bir də misal çəkək. Baxın, belə bir cümlə yazılıb. Məsələn, testdə. Baxın, uşaqlar, nöqtəli sözü ilk eləməyimiz lazım olan şey nöqtəli sözün hansı skloneniyaya aid olduğunu tapmaqdır. Şkol görürük, bilirik ki, bu sözümüz hansı sözdür başlanğıc forması? Şkoladır. Yəni başlanğıc forması adlı halda şkoladır. A ilə bitir neçənci skloneniyadır? Birinci skloneniyadır. Sözümüz birinci skloneniya söz. İndi padejini tapaq. Padejini nədir tapıram? Baxın, qabağında nə var? Predloq. Predloq varsa qabaqdayıq biz. Radiotilin padejin predloqu var. Mənə indi lazımdır. Radiotilin padej birinci skloneniyada nə qəbul edir? I idi. Şkolda, şkolu. Bildiniz necə tapırıq? Sözü adlı hal, yəni başlanğıc formasına gətiririk. Skloneniyasını müəyyən edirik. Sonra isə padejini müəyyən edirik. Padeji müəyyən etməkdə predloq varsa rahatdır. Predloq yoxdursa predloqsuz tapılma qaydaları var. Onlara da birazdan baxacaq. Radiotilin padejin predloqsuz tapılma qaydalarından
İlkini, yəni ən əsasından biri. Söz Azərbaycan dilində yəlik halıdadırsa, yəlik halı. Yəni bizim dilimizə çevirəndə kimin və yaxud da nəyin sualına cavab verirsə, həmin suala cavab verən sözü rus dilinə çevirəndə родительный падежə qoymaq lazımdır. Məsələn, bir misal deyək. Bacımın kitabı. Azərbaycan dilində deyirəm. Bacımın kitabı. Bacımın hansı suala cavab verir? Kimin? Azərbaycan dilində bu hansı haldır? Yəlik haldır da, yəlik hal. Yəlik halda olan söz hansı падежə qoyulur rus dilində? Родительный падежə qoyulur. Kitab nə deməkdir rus dilində? Kniga. Mənsubiyyət şəkildə sözsə, əgər başqa bir toxunuş yoxsa, adlı haldadır. Deməli, rus dilində, Azərbaycan dilində bacımın kitabıdırsa, rus dilində yerini dəyişirik. Kitabı qabağa gətiririk. Kniga. Bacı rus dilində nədir? Sistra. Sistra. A ilə bitir. Neçənci skloneniyadır? Birinci skloneniyadır. Hansı sual verdim mən bacıya? Kimin kitabı? Kimin dedimsə, deməli, родительный падежdir. Sözümüz də birinci skloneniyadır. Родительный падежdə nə qəbul edir? O qəbul edir. Deməli, родительный падежin predloksuz tapılmalarından birinci qaydamız nədir? Yəlik hal. Tərcümə eləməyə çalışın. Əgər yəlik halı ortaya çıxarda bilirsinizsə, kimin nəyə sualına cavab verirsə, o zaman родительный падеждədir. Digər qaydaya baxaq. Predloksuz işləmə qaydasına. Bu, uşaqların bildiyi, ən çox bildiyi qaydadır, rahat. Əgər inkardadırsa, mən nəyisə inkar edirəmsə, qəbul eləmirəmsə, yəni inkardadırsa, родительный падежə qoyuruq. Köməkçi sözlərimiz net, yoxdur, keçmiş zamanda da ola bilər, не был, olmayıbdır və yaxud da gələcəkdə не будет. Не будет. Və yaxud da malik deyil, не имеет. Hər formada uşaqlar, yəni nəyisə inkar edirəmsə, bir şey olmursa, baş vermirsə, olmayıbsa, gələcəkdə olmayacaqsa, sırf bu sözlər deyil, başqa bir şey də ola bilər. Yəni inkar ediriksə, deməli родительный падежdə olur. Məsələn, deyirəm ki, sabah dərs olmayacaq. Sabah nə deməkdir? Завтра olmayacaq, gələcəkdə lazımdır. Не будет. Dərs nə deməkdir? Urok. Nöqtə qoyur, deyir tap. Necə tapıram? Predlog da yoxdur. Deyirəm ki, sabah dərs olmayacaq. Olmayan şey, inkarda olan şey nədir? Dərs. Olmayan şey, inkarda olan şey hansı падежə qoyuram? Əlbəttə ki, родительный. Sözümün başlanğıc forması nədir? Urok, elə urokdur. Neçənci skloneniyadır? 2. 2-lə родительный падежə qəbul edir. O qəbul edir. Завтра не будет урока. Başa düşdünüz? Əgər predlog yoxdursa, qaydalardan biri budur. Yəni, родительный падежin digər tapılma qaydasına baxaq. Aha. Biz bildik, söz yəlik haldadırsa родительный падежdədir. Bildik ki, inkardadırsa родительный падежdədir. Digər bir qaydamız isə belə yazaq. Bir əşyadan bir hissə alırıqsa, hissəsini aldığımız əşya родительный падежdə olur. Məsələn, uşaqlar, baxın, bu bir çörəkdir. Çörəyin adı nədir? Xleb, rusca yəni. Demək istəyirəm ki, bir dilim çörək. Dilimi də bilirik ki, kusok deməkdir. Kusok. Mən nədən bir hissə alıram? Baxın, mən bunu kəsirəm bıçaqdan. Bir dilim aldım. Nədən bir hissə aldım? Nəyi parçaladım? Bax, bunu, çörəyi, xlebi. Hissəsini aldığım əşya olur родительный. Kusok xleba. Başa düşdünüz? Və yaxud da stakan su. Məsələn, haradasa çoxlu su var. Məsələn, bax, bu su ilə doludur. Bunun isə su var, təsəvvür edeyim. Su nə deməkdir? Vada. Stakan. Sudan mən bir hissə almışam. Vada. Başa düşdünüz? Hissəsini aldığım əşyanı hansı падежə qoyuram? Родительный. Xlebə niyə A qoydum? Çünki xleb ikinci skloneniyadır. 2-də родительный падеж A qəbul edir. Vada birinci skloneniyadır. 1-də родительный падеж qəbul edir. Родительный падежin predlogsuz tapma yöntəmlərindən biridir. Gəlin digər qaydaya baxaq. Deməli, indi родительный падежin predlogsuz tapılmasının başqa bir qaydasına baxırıq. Baxın, iki əşyanı müqayisə edərkən, canlı da ola bilər, cansızlı insan da ola bilər, ümumiyyətlə başqa əşya da ola bilər. Müqayisə edərkən kimdən, nədən? Azərbaycan dilində deyirəm, Azərbaycan sektor uşaqları başa düşsün. Kimdən, nədən sualına cavab verəni qoyursunuz родительный. Məsələn, uşaqlar, baxın,
Rusca yazıram. Gəlin Rusca misal yazacağım. Родительный падеж predloqsuz işlənməsinin başqa bir yolunu, yəni başqa bir qaydasını da keçək. Mən iki əşyanı, məsələn, iki əşyadır. Bunları müqayisə edirəm. Yəni bu bundan böyükdür, bu bundan gözəldir, bu bundan yaşca böyükdür, hündürdür və s. Keyfiyyətlərini müqayisə edərkən kimdən və yaxud da nədən canlı-cansız olmasına asılı olur. Sualına hansı cavab verirsə, mən onu qoyuram родительный падеж. Yəni misal çəkək. Rusca yazacağam. Yazacağam. Deyirəm, brat, qardaş, yəni starşı. Baxın, starşı böyük deməkdir yaşca. Eyni biləndə birinci müqayisə var da, müqayisə eləyir. Bax, nöqtə qoyubdur. Tap deyir bu, hasbət işlədir. Çox bəsit bir cümlədə tərcümə edək. Qardaş böyükdür bacı. Bacıya sual verim. Qardaş böyükdür kimdən? Kimdən? Bacıdan. Mən nə dedim? 2. Əşya müqayisə edilərkən kimdən nədən sualını cavab verən hansı падejə qoyuram? Родительные. Sözümüzün başlanğıc forması sistradır. Sistra neçənci skalyanyadır? 1. Bir də родительini qəbul edir. O qəbul edir. Sistra. Mən necə bildim ki, bu söz родительini padejlədir? Gördüm ki, müqayisə gedib və sistra kimdən nədən sualına cavab verir. Başa düşdünüz, necə tapdıq? Bugünlük bu qədər. Bu mövzu ilə bağlı testlərin və test izahlarını paylaşmağımı istəyirsinizsə, rəylərə yazarsınız. Suallarınızı da rəylərə yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.